Bugün burada bizimle 21 yaşında gənc oğlan var. Ağır dərəcəli eşitmə zəifliyi var və çox təəssüf ki, uzun müddət eşitmə cihazı istifadə etməyibdir. Amma söz verirdi ki, bundan sonra cihaz istifadə edəcək və nitqində də dəyişiklikləri özü də hiss edəcək. Çünki taxmadana görə nitqi biraz qüsurludur. Biz ülvünü yoxladıq, cihaz 24 kanalını da qoşduq, 48-i də 48 kanallı cihazı tərcih etdik, çünki orada səslər daha aydın gəlirdi. İndi ülvü cihazına tax, şarjlı cihaz təyin etmişik, çox incə, çox bilinməsin deyənə, belə bir cihaz. Açılış gəldi səsi. İndi necədir? Yaxşıdır. Niyə uşaq vaxtı taxmamısan? Amma söz verirsən, bundan sonra davamlı istifadə eləyəsən. Çünki eşitmə cihazları bir möcüzə deyil, sadəcə davamlı istifadə çox yaxşı effekt verir. Şarj neçə saat saxlayır? Zaryadkaya ki taxırsan, neçə saat təxminən? 15-20 saat qalır. Amma hər axşam şarjı taxarsan. Telefona Bluetooth-la bağlantı var. Rahat səsini artıra bilirsən. Əla. Görüntü də indi yaxından bir dənə çəkin görüntüsünü. Aparatın qulaqda görüntüsü çox incə olduğuna görə inanın ki seçilmir. Rəngi də korpusun rəngi qaradır və cihaz qulağından çox seçilmir. O bir qulağını da göstərim denəm. Rahat. Davamlı istifadə söz verdiyinə görə sadəcə ara sıra gətir təmizliyinə baxaq. Çünki kirli olsa sən yaxşı eşitməyəsən. Tamam mı? Ona görə də sizdə də əziz dinləyicilərimiz, əgər eşitmə zəifliyi varsa, vaxtında yoxlatmağa vazgeçməyin. Heç vaxtı, yəni deməyim odur ki, mütləq vaxtında müayinədən keçin. Əgər eşitmə zəifliyi sinir mənşəlidirsə, vaxtında cihaz istifadəsindən başlayın ki, nitqiniz qüsursuz olsun. Xeyirli olsun, şad xəbər eşidəsin həmişə. Aldı, sağ olun.